qidasıdır deyirlər. Hələ o musiqi ecazkar bir səslə qovuşarsa, onu dinləməkdən doymaq olmaz. Səsinin sehrinə, mahnının möhtəşəmliyinə vurularsan. Öz məlahətli avazı, ifa etdiyi mahnıları ilə sevdiyimiz muğam ifaçısı Sərdar Əvəzoğlu da o sənətkarlardandır. Atam Respublikanın fəxri mədəniyyət işçisi Sərdar Əvəzoğlu haqqında keçmiş zamanda danışmaq mənim üçün bir övlad kimi çox çətindir. Atam Respublikada dəyərli, sayılıb seçilən bir sənətkar olmaqdan əlavə həm də gözəl bir ailə başçısı idi. O bizim həyat müəllimimiz idi. 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində dünyaya gələn sənətkarın xalq musiqisinə, muğamlara olan marağı onun musiqinin sirli ağuşuna aldı. Elə o gündən hər ifasına ürəyini qoymağı bacaran xanəndə xalqın qəlbinə yol tapdı. Atamın həm də bir sənət tərəfi də var idi ki, bütün Azərbaycan daxilində, Azərbaycanın hüdudlarından kənarda atam bir böyük sənətkar kimi Yaqub Məmmədovun, bizim mərhum sənətkarımız, xalq artistimiz Yaqub Məmmədovun davamçısı kimi atamı görürdülər. Atam bir xanəndə olaraq, bir sənətkar olaraq hər kəs onun oxumağından, onun muğamından zövq alırdı, onun səsindən. Səsi yaşadığı rayonla yanaşı ölkənin də sərhədlərini aşaraq əks-səda doğurdu. SSR xalq artisti Yaqub Məmmədov belə onu öz davamçısı kimi görürdü. Çünki o ifa edərkən Yaqub Məmmədov nəfəsi duyulur deyirdilər. Oğlu Fərid Əmiraslanov atası ilə bağlı xatirələrində o günləri belə xatırlayır. Atama qonaqlardan biri Zabu Seygah, Yaqub Məmmədovun gənclikdə oxuduğu bir Zabu Seygah var idi, onu sifariş verdilər. Atam Zabu Seygahı başladı oxumağa. Xatirimdədir, gördüm ki, Yaqub Məmmədov qapını açdı, çox təəccüblü bir şəkildə baxdı içəriyə və gülümsündü. Daha sonra biz çölə çıxanda atam soruşdu ki, bəs Yaqub əmi, baxdım ki, sən qapını açdın, təəccübləndin. Dedi ki, Sərdar, sən elə oxudun ki, mən elə bildim ki, içəridə oxuyan mənim özüməm. Sən nə cür mənim oxumağıma bənzətmirsən öz oxumağına? Sərdar Əvəzoğlu torpağına, vətəninə olan sevgisi ilə də seçilirdi. Birinci Qarabağ müharibəsi qazisi olan sənətkarın sağlığında zəfər tariximizə şahid olması isə onun ən böyük arzusuydu. O, gözəl sənətkar, dost olmaqla yanaşı övladlarına nümunəvi ata və ilk müəllim idi. Bu yaxınlarda dünyasını dəyişən sənətkar onu sevənlərin qəlbində ən gözəl ifaları ilə xatırlanacaq. Natavan Abbaslı, Elçin Məmmədov, Səhər Çağı.